Nərimanovda yerləşən Caddə restoranına bir yeni set gəlib ki, dəhşət. Bu yeni set ailə seti adlanır və 4 nəfərlik nəzərdə tutulub. Biz də elə 4 nəfər idik, açığı sonadək yeyib bitirə bilmədik. Çox doyumlu və super bir setdir. İndi setə nələr daxildir, bir-bir şərh edəcəm. Bu pizzanın dadı möhtəşəm bir şey idi. Çünki üzəri çox bol idi, qarışıq məhsullar ilə dolu idi. Doğrudan da pizzanı çox bəyəndik. İçki olaraq bu setə ayran da daxildir. Salat da bu setdə boldu. Belə ki, salatlardan pendirli çoban salatı, çox dadlı paytaxt salatı və kababa əla yaraşan turşulu pomidor salatı da var idi. Setdə çiğ köftə də var idi. Özdə çiğ köftəni o qədər bol qoymuşdular ki, çox ləzzətli hazırlanmışdı. Yəqin Ağarzanın reaksiyalarından necə ləzzətli olduğu da bilinir. Məzələrdən haydari, közdə bişmiş badımcanlı məzə bu o qədər dadlı idi ki, həqiqətən dəhşət bir şey idi. Bir də yenə də kababa yaraşan acılı əzmə daxildir. Sıra keçdi kabablara, say bitməz. Həm quzu lülə, həm toyuq lüləsi, filə kababı, qanad kababı, tikə kabab, ürək kababı və tərəvəz kababı daxildir. Qarnir olaraq isə kartof fri var idi. Yanında da kabab ilə yeyiləcək ləzzətli soğanlı bir qarışım var idi. Bir sözlə çox tövsiyə edəcəyim bir setdir, qiyməti isə 75 manatdır. Caddənin yeni təmiri də gözümüzdən qaçmadı, çox xoş ab havası var. İçəridə gördüyünüz kimi tam dolu idi.